Demək uşaqlar, bizə deyir ki, düzbucaqlı trapesiyalar, diagonallar perpendikulyar olarsa, h kvadratını AB-yə bərabər olduğunu, bir də A-nın B-yə nisbəti, D1-in Y-yə nisbətin kvadratına bərabər olduğunu ispat edir. Burada nə edir uşaqlar? Oxşarlıqdan istifadə edəcək. Məsələn, burada bu təpə nöqtələri adlandıraq, ABC vektor. AB-də üst bucağında D bucağının alfa götürürəm, B bucağında beta götürürəm. Trapesiyanın oturacaqları paralel olduğuna görə daxili çapraz bucaqlar bir-birinə bərabər olur. Bu iz olur alfa. Aydındır. İndi biz bilirik ki, bu 90 dərəcədir. Bu diagonallar perpendikulyardır. Burada 4 dənə 90 dərəcə baxır. Yuxarıdakı balaca üç bucaq da düz bucaqlı, üç bucaqlı görürsünüz. Bir bucağı 90 alfa, demək digər bucağı nə düşür? Beta. Çünki biz bu üç bucaqda 90 dərəcə alfa beta qəbul eləmişiksə, alfa ilə betanın cəmi 90 dərəcədir. Onda biz digər üç bucaqda da bu alfadırsa, bu da alfadır, çarpaz bucaq olduğuna görə. Avtomatik bu olur beta. Çünki cəmi 90 eləməlidir. Eyni qaydanı burada da tətbiq edə bilərik. 90 dərəcəsi var, betası var. Demək ki, buradakı bucaq nə olacaq? Bu da alfa olacaq. Eyni qayda burada da cəmi 90 eləməsi üçün bura olacaq beta. Demək, burada oxşar üç bucaqlar var. Oxşar üç bucaqlar hansılardır? A, B, D üç bucağı ilə. Burada ümumiyyətlə hamısı oxşardır. Bir dənə bundan başqa, bu düz bucaqlı üç bucağında 90 alfa beta, bunda da 90 alfa beta, bunda da 90 alfa beta olduğuna görə, hətta böyükdə də 90 alfa beta, bu birisi böyükdə də 90 alfa beta olduğuna görə, burada 1, 2, 3, böyük 4, bir də 5 dənə üç bucaq, düz bucaqlı üç bucaq oxşardır. Biz onun ikisindən istifadə edəcəyik. Oxşarlığı demək, ABD üç bucağı ilə, ABD üç bucağı ilə. Demək, üç bucaq ABD oxşardır. Üç bucaq demək, B, A-S'yə. Demək, ABD isə B-S-A-ya daha doğrusu. Üç bucaq B-S-A. Demək, bu üç bucaqların oxşarlığından istifadə edəcək. ABD üç bucağında betanın qarşısında duran nəyin? A-nın. B-S-A üç bucağında betanın qarşısında duran nəyin nisbəti? H-a nisbəti. Diqqət edək. Bərabərdir. ABD üç bucağında alfanın qarşısında duran tərəfin, yəni nəyin? H-ın. B-S-A üç bucağında alfanın qarşısında nəyin nisbəti? B-yə nisbətinə bərabər olacaq. Onda biz bunu çarpaz vursaq, H kvadratı bərabər nəyə? AB olduğu birincisi ispat olunur. Aydındır. Demək, H kvadratı bərabər. Keçdik ikinciyə. İndi biz dedik, bunlar oxşardır. Oxşar üç bucaqlarda sahələr nisbəti nəyə bərabərdir? Oxşarlıq əmsalının kvadratına. Bəs tərəflər nisbəti nəyə bərabərdir?